18 yaşadakı voleybolçu qızlar və oğlanlar arasında Azərbaycan çempionatı başa çatıb. Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində mükafatçılar müəyyənləşib. Oğlanların mübarizəsində Murovas Terminal komandası Bakını 3-2 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Qızlarda isə 3-cü yeri Oğuz klubuna 3-0 hesabı ilə qalib gələn Möminə Xatun komandası tutub. Qızların finalında Milli Aviasiya Akademiyası kollektivi Lokomotivi 3-0 hesabı ilə üstəliyib. Oğlanların həlledici görüşündə Şərqi Zəngəzur komandası Orduya eyni hesabla qalib gələrək çempionluğa yiyələnib. Qələbə möhtəşəm, kəlmələr yetərsiz, il boyu çəkdiyimiz əziyyətlər yerdə qalmadı, çox şükür Allah. Buna görə də belə klub rəhbərimizə, federasiya rəhbərimizə, hər kəsə dərin təşəkkürümlə, oyuncularımıza təşəkkürümüzü bildirir. İl boyu hamı bir yumruq kimi vuruşdu, döyüşdü və yekunda da nəticəsini gördük. Möhtəşəm oyun, möhtəşəm qələbə ilə yekunlaşdırdıq. Biz bu yarışlara çoxdan hazırlaşırdıq və nəticəmiz, yəni qismətimiz birinciyə imiş və biz də buna hazırlaşırdıq. Öz komandamı və rəqib komandama çox təşəkkür edirəm. Çox həyəcanlı, çox yaxşı bir oyun keçdi və öz komandamı təbrik edirəm. Hər iki komanda güclü komanda idi. Bizim komandamız da yaxşı hazırlaşmışdı. Amma belə oldu ki, Şərqi Zəngəzur komandası üstünlük əldə elədi, qalib oldu. Çempionat ərzində komandamız yaxşı nəticələr göstərmişdi. Hamısı bütün oyunlarda qalib gəlmişdik. İndi oyun da alınmayanda olur da. Bu dəfə Şərqi Zəngəzur komandası qələbə qazandı. Təbrik edirəm. Bu günlər təəssüflər olsun ki, final oyununda məğlub olduq. Çünki bugün oyunu alındıra bilmədik, amma daha yaxşı oynaya bilərdik. Bu arada da qarşı takımı təbrik edirəm. Həqiqətən çox yaxşı oyun nümayiş elətdirdilər. İnşallah gələn oyunlarda daha yaxşı nailiyyətlər qazanarıq. Final oyunlarından sonra təşkil olunan mükafatlandırma mərasimində Voleybol Federasiyası ilə müqaviləsi başa çatan yeniyetmə və gənc qızlardan ibarət milli komandanın baş məşqçisi Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirilib. Federasiyanın prezidenti Şahin Bağırov 2023-cü ildə ölkəmizə dəvət olunan Türkiyəli mütəxəssisə paytaxt və regionlarda voleybolun inkişafına verdiyi tövhələrə görə təşəkkür edib. Ona federasiyanın təşəkkürnaməsini təqdim edib. Gənclərdən ibarət milli komandanın üzvləri Şahin Çatmaya yığmanın simvolik formasını hədiyyə edib. Türkiyəli mütəxəssis öz çıxışında federasiya rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlıq edib və yeniyetmə idmançıların gələcəkdə əsas yığmada uğurla çıxış edəcəyinə əminliyini bildirib.